Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 11-cilər. Yeni riyaziyyat 2025 test toplusundan izahlarımız davam edir. Bugünkü mövzumuz funksiyanın limiti olacaq. İzaha keçməzdən əvvəl sizə bir məlumatı çatdırım ki, buraxılış imtahanından sonra bizim blok imtahanına hazırlıq məqsədi ilə onlayn dərslərimiz keçiriləcək. Bizimlə blok imtahanına hazırlaşmaq istəyənlər aşağıda qeyd etdiyimiz nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərlər. Qeyd edək ki, ilk sınaq dərsimiz ödənişsizdir. Siz də bu dərslərə qoşulub dərslərin hansı keyfiyyətdə keçirildiyi ilə tanış ola bilərsiniz. İndi isə vaxt itirmədən keçək sualların izahına. Birinci sualla başlayaq. Deməli, birinci sualda yazılıb ki, limit x yaxınlaşanda 5-ə, x çıxılsın 5 bölünsün x kvadratı çıxılsın 25. Bu bərabər olacaq uşaqlar. Əvvəlcə gəlin yazaq limit x yaxınlaşanda 5-ə. Kəsin sürətini olduğu kimi saxlayacağam. X çıxaq 5. Məxrəci isə kvadratlar fərqinə görə x çıxılsın 5 vurulsun x plus 5 şəklində vuruqlara ayıra bilərik. Bu da bərabər olacaq. Limit x yaxınlaşanda 5-ə. Sürətdəki və məxrəcdəki x minus 5-ləri qısar aparandan sonra 1 bölünsün x plus 5 ifadəsi qalır. Və bu da bərabər olur. X 5-ə yaxınlaşırsa, bu ifadəmiz də 1 bölünsün 5 plus 5-ə. Yəni, 10-da 1-ə yaxınlaşacaq. Doğru cavab 10-da 1 C variantı. Birinci sualda doğru cavab C variantı olacaq. Növbəti ikinci suala baxaq. İkinci sualda yazılıb ki, limit x yaxınlaşanda 1-ə, sürətdə x-in kubu çıxılsın 1, məxrəcdə isə x minus 1-dir. Bu da bərabər olacaq. Yenə əvvəlcə gəlin kəsin sürətini sadələşdirək, vuruqlara ayıraq. X kubu minus 1'i x kubu minus 1'in kubu şəklində vuruqlara ayırsam, x minus 1 vurulsun x kvadratı üzərinə gəlinsin, x plus 1 şəklində vuruqlara ayrılacaq. Kəsrin məxrəcini isə olduğu kimi saxlayacaq. Bu da bərabər olacaq limit x yaxınlaşanda 1-ə, sürətdən və məxrəcdən x minus 1-ləri xısar aparandan sonra x kvadratı üzərinə gəlinsin, x üzərinə gəlinsin 1. X 1-ə yaxınlaşırsa bu ifadəmiz də 1-in kvadratı üzərinə gəlinsin 1. Aparıb bu ifadədə x-in yenə 1 qoyacağıq. Olacaq nə? 3. Deməli, ikinci sualda da doğru cavabımız E variantı olur. Növbəti üçüncü sualda limit x yaxınlaşanda mənfi 2-də 3-ə, sürətdə 4x kvadratı çıxılsın 9, məxrəcdə isə 2x plus 3-dür. Uşaqlar, bunu da baxın bu şəkildə sadələşdirəcəksiniz əvvəlcə. Limit x yaxınlaşanda mənfi 2-də 3-ə, sürəti mən vuruqlara 2x minus 3 vurulsun, birbaşa yazacağım, 2x plus 3 şəklində vuruqlara ayıracağım. Məxrəcdəki 2x plus 3-ü isə olduğu kimi saxlayacağım. Buradan 2x plus 3-ləri qısar gedəndən sonra qalır limit x yaxınlaşanda mənfi 2-də 3-ə 2x minus 3 qalır. X-in yerinə mənfi 2-də 3 qoysaq olacaq 2 vurulsun mənfi 2-də 3 çıxılsın 3. Doğru cavab olur mənfi 6. Üçüncü sualda da doğru cavabımız E variantı olacaq. Dördüncü sualda da uşaqlar oxşar sualdır. Bunda məxrəci vuruqlara ayırıb daha sonra x-in yerinə 3 qoyub hesablayacaqsınız. 5-ci suala baxaq. Deməli, 5-ci sualda yazılıb ki, limit x yaxınlaşanda 2-yə, 3x kvadratı çıxılsın 2x-in limitini hesablamalıyıq. Burada x-in yerinə artıq 2-ni aparıb qoya bilərik. 3 vurulsun 2-nin kvadratı çıxılsın 2 vurulsun 2. Olur 12 çıxılsın 4, 8. Deməli, 5-ci sualda doğru cavabımız B variantı olacaq. Növbəti 6-cı sualda limit x yaxınlaşanda mənfi 3-ə, modulda x çıxılsın 2x-in kvadratı. X-in yenə mənfi 3 qoyacam, olacaq modulda mənfi 3 çıxılsın 2 vurulsun mənfi 3-ün kvadratı və modulu bağlayacaq. Bu da bərabər olacaq modul daxilində mənfi 3 çıxılsın 18. Mənfi 21 elir, mənfi 21-in də modulu müsbət 21-ə, yəni mütləq qiyməti müsbət 21-ə bərabər olur. 6-cı sualda doğru cavabımız C variantı olacaq. 7-ci sualda, 8-ci sualda, 9-cu sualda uşaqlar burada 10-cu sualda da eyni ilə aparıb, yəni x-in yerinə bu yaxınlaşdığı ərədi qoyub hesablayacaqsınız. 11-ci suala gəlin baxaq. Oxşar sualları uşaqlar hamısına baxmıram. Yəni asan suallar bunlar, özünüz də yaza bilərsiniz. 11-ci sualda yazılıb ki, limit x yaxınlaşanda 1-ə, kök altında x üzərinə gəlinsin 3 kök altında x. Mən aparıb bu funksiyada, bu ifadədə x-in yenə 1 qoyacağım. O zaman kök altında 1 üzərinə gəlinsin 3 kök altında 1. Bu da bərabər olur. Kök altında 1 üzərinə gəlinsin 3. Yəni kök altında 4. 4-ün də kvadrat kökü 2-yə bərabər olur. Ona görə 11-ci sualda doğru cavabımız
E variantı olacaq. 12-ci sualda da eyni x-in yerinə aparıb 4 qoyacaqsınız. Gəlin baxaq sual 13-ə. Deməli limit x yaxınlaşanda 5-ə loqaritm 3 əsasından x üzərinə gəlinsin kök altında x-in kvadratı çıxılsın 9. Burada uşaqlar bərabər olacaq. Mən bunu bu şəkildə yazacağım. Deməli limit gəlin uşaqlar burada deməli nə olacaq? Bunu belə yaza bilərik biz. Loqaritm 3 əsasından limit x yaxınlaşanda 5-ə x üzərinə gəlinsin kök altında x kvadratı çıxılsın 9 şəklində yazacağım. Bu da bərabər olacaq loqaritm 3 əsasından. Burada x-in yenə 5 qoyacağım. Olacaq limit 5 üzərinə gəlinsin kök altında 5-in kvadratı çıxılsın 9. Bu da bərabər olur uşaqlar loqaritm 3 əsasından 5 üzərinə gəlinsin 4, yəni 9 eləyir. Loqaritm 3 əsasından 9-u da nəyə bərabər olur? Loqaritm 3 əsasından 9-u 3-ün kvadratı kimi yazanda 2 dənə loqaritm 3 əsasından 3, o da bərabər olur 2-yə. Deməli 13-cü sualda da doğru cavabımız 2A variantı olur. 14-cü sualda oxşar sualdır. Baxaq 15-ci suala. Deməli 15-ci sualda nədir bizə? Deyir ki, deməli limit x yaxınlaşanda -2-yə sürətdə 1 çıxılsın x-in kvadratı bölünsün məxrəcə də x-in kvadratı çıxılsın 2x. Bax biz bunun limitini hesablamalıyıq. Burada x-in yerinə -2 qoysam olacaq. Deməli 1 çıxılsın -2-nin kvadratı bölünsün -2-nin kvadratı çıxılsın 2 vurulsun -2. Sürətdə olur 1 üzərinə gəlinsin 4, 1 çıxılsın 4 daha doğrusu -3. Məxrəcə də olur 4 üzərinə gəl 4, 8. Doğru cavab -8-də 3 E variantı olacaq 15-də. 16-cı sualda da x-in yerinə -1 qoyacaqsınız. 17-də uşaqlar x-in yerinə 1, 18-də x-in yerinə -1 qoyacaqsınız. Gəlin biz 19-cu suala baxaq. Deməli yazılıb ki, limit x yaxınlaşanda sonsuzluğa arcsinus 1 minus x bölünsün 1 plus x. Uşaqlar mən bunu bu şəkildə yaza bilərəm. Deməli bunu gəlin belə eləyək. Arcsinus limit x yaxınlaşanda sonsuzluğa 1 minus x bölünsün 1 plus x kimi yaza bilərəm. Təbii ki, x sonsuzluğa yaxınlaşanda bu 1-ə yaxınlaşır. Yəni bu arcsinus 1 olur. Arcsinus 1. Arcsinus 1-in də qiyməti nəyə bərabər olur? Pi bölünsün 2-yə. Ona görə 19-cu sualda doğru cavabımız olur. Pi -1 olur uşaqlar burada daha doğrusu. Deməli bir dənə burada diqqətli olaq. -1 eləyir. X sonsuzluğa yaxınlaşanda arcsinus 1 minus x bölünsün 1 plus x. Bu bəli -1 olur. Burada diqqətli elədik. -pi bölünsün 2. Yəni 270'dir. 19'da doğru cavabımız olur A variantı. Biz ardıcıllığın limitini keçən video izahını paylaşmışdıq. Daha sonra 20-ci sualda da uşaqlar oxşar sualdır. Gəlin onu da yazaq. Deməli yazıb ki, limit x yaxınlaşanda sonsuzluğa arc cosinus x plus 1 bölünsün 1 minus x. Bunu da uşaqlar belə yazacağım. Arc cosinus limit x yaxınlaşanda sonsuzluğa x plus 1 bölünsün 1 minus x. X plus 1 bölünsün 1 minus x. Deməli bu da bərabər olacaq nəyə? Arc cosinus x sonsuzluğa yaxınlaşanda 1 plus x bölünsün 1 minus x'in limiti nəyə bərabər olur? Sürətli və məxrəcin x-ə böləndə -1-ə. Arc cosinus -1-də də nə zaman olur? -1-i təbii ki pi-də alır. Bu da bərabər olur pi-yə. 20-ci sualda doğru cavabımız A variantıdır. 21-ci sualda uşaqlar, 21-ci sualda burada fikir verin. X-in yerinə 0 qoya bilməyəcəksiniz. Çünki x-in yerinə 0 qoysaz, kəsrin məxrəci nəyə bərabər olacaq? Kəsrin məxrəci 0-a bərabər olacaq. Ona görə də gəlin bunu belə eləyək. Bunu biz sürətini və məxrəcini sürətin qoşmasına vurub bölək. Deməli 21-ci sualı yazaq. Deməli bu şəkildədir. Limit x yaxınlaşanda 0-a kök altında 1 plus 4x çıxılsın 1 bölünsün 4x. Bu bərabər olacaq uşaqlar. Limit x yaxınlaşanda 0-a sürətini və məxrəcin qoşmasına vursaq, yəni kök altında 1 plus 4x minus 1
vurulsun, bunun qoşması nə olacaq? Kök altında 1 plus 4x plus 1 olacaq təbii ki. Məxrəci də vursam olacaq nə? 4x vurulsun, kök altında 1 plus 4x plus 1. Plus 1 olacaq. Davam eləsək, buradan bərabər olur. Buradan davam eləsək, bərabər olur. Limit x yaxınlaşanda 0-a. Kəsin sürəti müxtəsər Roma düsturuna görə kvadratlar fərqini asılışıdır. 1 plus 4x kökdən çıxır, olur 1 plus 4x çıxılsın 1-in kvadratı, yəni 1. Məxrəcdə də olur 4x vurulsun, kök altında 1 plus 4x plus 1. Bax, bu şəkildə. Bu da bərabər olur limit x yaxınlaşanda 0-a 4x bölünsün, 4x vurulsun, kök altında 1 plus 4x plus 1. Buradan 4x'ləri ixtisar aparsaq, qalır limit x yaxınlaşanda 0-a 1 bölünsün, kök altında 1 plus 4x plus 1. X 0-a yaxınlaşırsa, indi biz aparıb x-in yenə 0 qoya bilərik. 1 bölünsün, kök altında 1, üzərinə gəlinsin 1. O da elə nə? 1 bölünsün 2. 21-ci sualda doğru cavabımız 1 bölünsün 2, yəni E variantı olacaq. Növbəti 22-ci sualda oxşar sualdır. Oxşar sualları yazmayacağım. 23-cü suala baxaq. Sual 23. Deməli, limit x yaxınlaşanda 16-ya kök altında x minus 4 bölünsün x minus 16. Burada x-in yenə 16 qoya bilmərəm, çünki kəsin sürəti məxrəci daha doğrusu 0-a bərabər olur. Və bu qeyri-müəyyənlik alınır. Ona görə gəlin bunu belə eləyək. Limit x yaxınlaşanda 16-ya sürəti olduğu kimi saxlayaram. Məxrəci uşaqlar vuruqlara kök altında x minus 4 vurulsun, kök altında x plus 4 şəklində vuruqlara ayırarıq. Bu da bərabər olur. Buradan kök altı x minus 4-lər ixtisar gedəndən sonra qalır limit x yaxınlaşanda 16-ya 1 bölünsün, kök altında x plus 4. İndi x-in yenə 16 qoysaq, 1 bölünsün, kök altında 16 üzərinə gəlinsin 4. O da 1 bölünsün 8 olur. 23-cü sualda doğru cavabımız 1 bölünsün 8, yəni E variantıdır. 24 də oxşardır. 25-ə baxaq. 25-də də uşaqlar x-in yenə 5 qoymayacaqsınız. Əvvəlcə vuruqlara ayıracaqsınız sürəti və məxrəci, daha sonra. Deməli, sürətdə 5x-i mötərizə xaricinə çıxarsam, 5x vurulsun x minus 5 olur. Məxrəcdə də 4-ü mötərizə xaricinə çıxarsam, 4 vurulsun x minus 5 olur. X minus 5-ləri ixtisar aparandan sonra qalır limit x yaxınlaşanda 5-ə 5x bölünsün 4. İndi x-in yenə 5 qoysam, olur 25 bölünsün 4. Yəni 25-ə doğru cavab D variantıdır. 26 oxşar sualdır. 27 yazaq. 27 uşaqlar birbaşa yazacağım. Sürətini və məxrəcini vuruqlara ayırıb yazacağım. Sürət bilirik ki, vuruqlara x plus 6 vurulsun, x plus 2, x minus 2 şəklində vuruqlara ayrılacaq. Məxrəzdəki kvadratlar fərqinə görə x minus 2 vurulsun, x plus 2-dir. X minus 2-ləri qısar gedəndən sonra x-in yenə 2 qoyacaqsan, 8 bölünsün 4 olur, yəni 2. 27-ci sualda da doğru cavabımız B variantı olur. 28 də oxşar sualdır. 29-a baxaq. Deməlidir ki, bunun limitini hesablayın. Uşaqlar, baxın burada deməli artıq bu fərqli sualdır. Limit x yaxınlaşanda 0-a sinus 1 bölünsün kökdə 3x bölünsün x. Uşaqlar, bu birinci görkəmli limitdir. Bunun cavabı ilə 1 bölünsün kök altında 3-ə bərabər olur. Limit, deməli birinci görkəmli limit bu şəkildədir. Limit x yaxınlaşanda 0-a sinus ax bölünsün x ilə bərabər olur a-ya. Bu birinci görkəmli limitdir. Görkəmli limit düsturudur. Eyni ilə burada kosinus, tangens, kotangens olanda bax bu düstur ödənir. Yəni limit x yaxınlaşma 0 şərti daxilində limit bu şəkildə hesablanır. Birinci görkəmli limit. Ona görə 29-cu sualda doğru cavabımız olacaq C variantı. 30-cu sualda da fikir verin uşaqlar. Burada yenə kök altında 2-yə bərabər olacaq. 31-ci sualda 0,2-yə bərabər olacaq. 32-yə aid yazmışam uşaqlar. Sürəti və məxrəci vuruqlara ayıracaqsınız. Daha sonra 33 də həmçinin. 34-də uşaqlar. Burada fikir verin. 2-də 1 olacaq artıq. 34-də yenə birinci görkəmli limitə görə. İndi mən onun düsturunu yazacağım. Deməli, sual 34. Birinci görkəmli limit belədir ki, limit x yaxınlaşanda 0-a sinus ümumi şəkildə belə yazılır. Ax bölünsün bx. Bu bərabər olur a bölünsün b-yə. A bölünsün b-yə bərabər olur. Ona görə burada indi a-mız, yəni
X-in sürətdəki X-in arqumentinin əmsalı 1-dir, məxrəzdəki X-in əmsalı 2-dir, 1 bölünsün 2 olur. 35-ə baxaq. 35-də uşaqlar mən yenə vurğulara ayırıb daha sonra X-in yerinə qoymalıyıq. Olacaq sürətdə X-i mötərizə xaricinə çıxaranda X vurulsun X plus 6, məxrəzdə də X-i mötərizə xaricinə çıxaranda X vurulsun X plus 3 olur. X-lər ixtisar gedir. Daha sonra X-i yenə 0 qoysam, olacaq 6 bölünsün 3, yəni 2. 35-də doğru cavabımız 2 olur. A variantı. 36 da uşaqlar oxşar sualdır. 37 də yenə birinci görkəmli limitdir. Deməli limit x yaxınlaşanda 0-a sinus ax bölünsün sinus bx bu bərabər olur a bölünsün b-yə. Yəni burada 5 bölünsün 2, 2 onda 5 olur cavab. 38-də 5-də 4, yəni 0,8. 39-a baxaq uşaqlar. Deməli uşaqlar, burada fikir verin 39-cu sualda nədir? Deyir ki, limit x yaxınlaşanda sonsuzluğa x çıxılsın 5 bölünsün x üstü x. Uşaqlar, gəlin bunu biraz sadələşdirək. Yəni limit x yaxınlaşanda sonsuzluğa. Mötərizənin içərisində ayrı-ayrı məxrəcləri yazanda 1 bölünsün 5, 1 çıxılsın 5 bölü x üstü x olacaq. Düzdürmü? Bu şəkildə olur. İndi burada nə edə bilərik? Deməli uşaqlar, indi biz ikinci görkəmli limitdən istifadə edəcəyik. Deməli ikinci görkəmli limit hansı formadadır? İkinci görkəmli limit belədir ki, ikinci görkəmli limitini mən buradan yazacağam uşaqlar. İkinci görkəmli limit. Deməli limit x yaxınlaşanda sonsuzluğa 1 plus 1 böl x üstü x bu bərabər olur y ədədinə. Y ədədinə bərabər olur. Ona görə də indi biz bundan istifadə edəcəyik. Olacaq limit x yaxınlaşanda sonsuzluğa 1 çıxılsın 5 böl x üstü deməli x. Burada əslində bunun tərsi olmalıdır. Fikir verin. Mənfi 5 böl x. Yəni belə deyək də uşaqlar. Bunun qüvvətinə bir x yazsam, bir yana qüvvətə mənfi 5-də yazmalıyam. Çünki mənfi 5 bölünsün x-in tərsi, fikir verin, burada 1 bölü x-i yazmışam sürətdə. Biz burada da qüvvətdə x bölünsün mənfi 5 olmalıdır. İndi bunun limiti bizə verəcək nəyi? Y-ni. Bax, bu limit bizə verir y-ni. Üstünə də mənfi 5 olduğuna görə y üstü mənfi 5 olur. Doğru cavab, yəni y üstü mənfi 5-ə bərabər olacaq. Doğru cavab burada C variant, 39-da C variant. 40-cı sualda da uşaqlar vurğulara ayıracaqsınız sürət və məxrəci. Eyni ilə 41-də də elədir. Yəni oxşar sualları mən yazmıram. 42-də. Gəlin 42-ni yazaq. Deməli sual 42. Sual 42. 5 böl x yazmalıydı uşaqlar burada. 5 böl x üstü mənfi 5. Bəli, belə olmalıdır. Əla. İndi 42-də yazıb ki, limit x yaxınlaşanda 1-ə x kubu çıxılsın x kvadrat. X kubu çıxılsın x kvadratında mən x kvadratını mötərizə xaricinə çıxarsam, olur x kvadratı vurulsun x minus 1. Vurulsun mötərizənin içərisində orta məxrəc eləsəm, x minus 1-də x minus 1 minus x olur. Bax belə. Bunu biraz sadələşdirsək, olacaq limit x yaxınlaşanda 1-ə x kvadratı vurulsun x minus 1 vurulsun mənfi 1 bölünsün x minus 1. Düzdürmü? Buradan x minus 1-lər ixtisar gedir, qalır limit x yaxınlaşanda 1-ə mənfi x-in kvadrat. İndi x-in yenə 1 qoysaq, olacaq mənfi 1. 42-ci sualda doğru cavabımız olur C variantı. 43 də oxşar sualdır. 44-də də, gəlin 44-ü yazaq. Deməli, sual 44-də nə etmək lazımdır? Sual 44-də. Limit x yaxınlaşanda 2-yə orta məxrəc x kubu çıxılsın 8-dir. X kubu çıxılsın 8-də. Birincinin sürətini və məxrəcini x kvadratı üzərinə gəlinsin 2x, üzərinə gəlinsin 4-ə vururam. Çıxılsın 12. Düzdürmü? Bu da bərabər olacaq. Limit x yaxınlaşanda 2-yə. Sürətdə olur x kvadratı üzərinə gəlinsin 2x, çıxılsın 8. Məxrəcdə də olur nə? Deməli, məxrəcdə də olacaq nə uşaqlar? Burada x kubu çıxılsın 8. Düzdür, x kubu çıxılsın 8-də vururlar necə ayrılır? X minus 2 vurulsun x kvadratı üzərinə gəlinsin 2x, üzərinə gəlinsin 4.
Sürəti biraz da vurğulara ayırsaq olacaq limit x yaxınlaşanda 2-yə, vurğulara x plus 4 vurulsun x minus 2 şəklində ayrılır. Məxrəci də olduğu kimi yazsaq burada köçürsək, burada x minus 2-ləri ixtisar gedəndən sonra qalır limit x yaxınlaşanda 2-yə, x plus 4 bölünsün x kvadratı üzərinə gəlinsin 2x üzərinə gəlinsin 4. İndi x-i yenə 2 qoysam olur 6 bölünsün 4 üzərinə gəl 4 üzərinə gəl 12. Yəni bu da 1 bölünsün 2. 44-cü sualda doğru cavabımız E variantı olur. 1 bölünsün 2. 45 də oxşar sualdır. 46-da bayaq birinci görkəmli limitə görə 8 bölünsün 6, yəni 4 bölünsün 3 B variantı olacaq. 47-də də yenə birinci görkəmli limitə görə 10 bölünsün 12, yəni 6-da 5 olacaq. 48-də də uşaqlar vurğulara ayıracaqsınız, daha sonra sadələşdirəcəksiniz. 49-u gəlin yazaq. 49 dərsində 48-dən oxşar sualdır, amma gəlin 49-u yazaq. Limit x yaxınlaşanda 3-ə, sürət vurğulara belə ayrılır. X minus 3 vurulsun x plus 2 şəklində. Məxrəc də vurğulara ayrılır. Deməli, 2x minus 1 vurulsun x plus 3. 2x plus 1 vurulsun x minus 3. Bax, belə olacaq. Görək, düz ayırdıq. 2x kvadrat çıx 3x. Çıx 6x, bəli, düz ayırmış. İndi buradan uşaqlar x plus 3-lər ixtisar gedəndən sonra x yenə 2 qoyacaqsınız. 5 bölünsün 7. Doğru cavab 7-də 5, yəni E variantı olacaq. 50-ci sualda da birinci görkəmli limitə görə 1 bölünsün 7 olacaq, yəni A variantı. 51-də də birinci görkəmli limitə görə 5 bölünsün 10, yəni 1 bölünsün 2, E variantı olacaq cavab. Daha sonra 52-də də uşaqlar vurğuları ayırıb daha sonra sadələşdirəcəksiniz. 53 də həmçinin, 54-də də 54-ü gəlin yazaq. Deməli 54-də limit x yaxınlaşanda 1-ə, sürətdə mən uşaqlar x-i mötərizə xaricində çıxarsam qalır x kvadratı çıxılsın, üzərinə gəlinsin x çıxılsın 2. Düz yazdıq. X-i mötərizə xaricində çıxaranda qaldı x kvadratı üzərinə gəlinsin x çıxılsın 2. Bölünsün x minus 1. Daha sonra buradan limit x yaxınlaşanda 1-ə, sürəti biraz da sadələşdirsək x vurulsun, x plus 2 vurulsun, x minus 1 şəklində də vurğular ayrılacaq və bölünsün x minus 1. Buradan x minus 1-lər ixtisar gedir, qalır limit x yaxınlaşanda 1-ə, x vurulsun x plus 2. X-in yenə 1 qoysaq 1 vurulsun 3, yəni doğru cavab olur 3. 54-də doğru cavabımız C variantıdır. 55-də, uşaqlar 55-də fikir verin. Burada x-in yerinə pi bölünsün 2 qoyanda məxrəc 0 eləyir. Məxrəc 0 olur, düzdürmü? Biz bunu necə yaza bilərik? Bunu görək, necə yaza bilərik biz? Deməli, limit yazıb ki, x yaxınlaşanda pi bölünsün 2-yə, x yaxınlaşanda pi bölünsün 2-yə, 5 kosinus x bölünsün 4x çıxılsın 2pi'nin limitini hesablamalıyıq. Uşaqlar, mən burada deməli 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik hal yaranır və L'Hopital qaydasından istifadə edəcəm burada. Sürətdən və məxrəcdən törəmə alacağım. Yəni limit x yaxınlaşanda pi bölünsün 2-yə, 5 kosinus x-in də törəməsini tapacağım. Məxrəcdə də 4x çıxılsın 2pi'nin də törəməsini tapacağım. Olur limit x yaxınlaşanda pi bölünsün 2-yə, sürətdə olur mənfi 5 sinus x. Məxrəcdə də olur, deməli x-ə görə təbii ki törəmə tapıram. Məxrəcdə də olur 4. Bu da birinci görkəmli limitə görə mənfi 5 bölünsün 4, yəni mənfi 1,25 edir. Doğru cavab C variantı. 56 da oxşar sualdır. 57-yə baxaq. Vurğulara ayırıb yazacaqsınız. 58, 59 da həmçinin, 60 da həmçinin. Gəlin 61-ci suala baxaq. Deməli uşaqlar, 61-ci sualda da yazıb ki, limit x yaxınlaşanda 4-ə, sürətdə x kvadratı çıxılsın 16, bölünsün məxrəcə də 1 çıxılsın kök altında x minus 3. Bu da uşaqlar, x 4-ə yaxınlaşırsa aparıb x-in yenə 4 qoyanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik yaranır. Buna görə gəlin uşaqlar, burada biraz sadələşdirmə işləri aparaq. Deməli, sürətini və məxrəcin qoşmasına vuraq. Yəni, sürətdə x kvadratı çıxılsın 16-nı vuraq
1 üzərinə gəlinsin kök altında x minus 3-ə. Məxrəc müxtəsər vurma üstünə görə a kvadrat çıxılsın b kvadrat edir. Yəni 4 çıxılsın x olur. Düzdürmü? 4 çıxılsın x olur. Daha sonra olur limit x yaxınlaşanda 4-ə. Sürəti mən vuruqlara x minus 4 vurulsun x plus 4 şəklində ayırıram. Bir də vurulsun mötərizədə 1 plus, deməli 1 plus kök altında x minus 3. Düzdürmü? Bölünsün 4 minus x. Buradan x minus 4 ilə 4 minus x-lər qısa gedir. Qalır limit x yaxınlaşanda 4-ə. Mənfisi qalır, düzdürmü? Mənfi 1 vurulsun x plus 4 vurulsun 1 plus kök altında x minus 3. İndi x-in yerinə aparıb nə edərik? X-in yerinə 4 qoya bilərik. Olur 8, mənfi 8 vurulsun 2, yəni mənfi 16 olur doğru cavab. 61-ci sualda doğru cavabımız mənfi 16 C variantı. 61-də doğru cavab C variantıdır. 62 də oxşar sualdır. Davam edək. 63-cü sual. 63 də orta məxrəc tapırsınız. 64 də həmçinin. 65-də də sürətini və məxrəcin sürətin qoşmasına vurursunuz. Yəni 65-i yazaq. Deməli sual 65. Olur limit x yaxınlaşanda 6-ya sürətini və məxrəcini sürətin qoşmasına vursaq, yəni kök altında x plus 3 minus 3-ü bunun qoşması olacaq kök altında x plus 3 plus 3. Məxrəci də həmçinin, yəni x minus 6-nı da kök altında x plus 3 plus 3-ə vurmalıyam. Bu da bərabər olacaq limit x yaxınlaşanda 6-ya sürətdə olur x minus 6, məxrəcdə də x minus 6 vurulsun kök altında x plus 3 plus 3. Düzdürmü? Buradan x minus 6'lar qısa gedir. Aparıb x-in yerinə 6 qoysaq 1 bölünsün 3 plus 3. Yəni 1 bölünsün 6 olur. Doğru cavab. 65'də doğru cavabımız E variantıdır. Növbəti 66-cı sualda oxşar sualdır. Baxaq 67-ci suala. Uşaqlar, deməli limitin bəzi əsas xassələri var. Deməli, məsələn, limit x yaxınlaşanda sonsuzluğa fx funksiyası ilə gx funksiyasının cəminin limiti bərabər olur ayrı-ayrı limitlər cəminə. Yəni, limit x yaxınlaşanda sonsuzluğa fx, üzərinə gəlinsin limit x yaxınlaşanda 0-a gx. Hasildə də həmçinin, yəni limit x yaxınlaşanda 0 şərti daxilində fx vurulsun gx bərabər olur limit x yaxınlaşanda 0-a fx vurulsun limit x yaxınlaşanda 0-a gx. İndi ikinci xassədən istifadə edib yazacağım limit x yaxınlaşanda 0-a. Yazıb ki 9x vurulsun kotangens 6x. Buna ayrı-ayrılıqda limit x yaxınlaşanda 0-a 9x vurulsun limit x yaxınlaşanda 0-a nə yazacağım? 6x şəklində, kotangens 6x şəklində. Kotangens 6x şəklində yaza bilərik. Bax, bu şəkildə yazırıq. İndi uşaqlar, burada bir məsələ var. Biz burada x 0-a yaxınlaşanda kotangens 0, kotangens 1-2 kosinus bölünsün 0-dır. Düzdürmü? Kosinus bölünsün 0 və x 0-da təyin olunmayıb. Yəni x 0 olanda 0 dərəcədə kotangens təyin olunmayıb. Ona görə də gəlin bunu biz bir qədər sadələşdirib daha sonra buna bu xassəni tətbiq edək. Bunu əvvəlcə gəlin uşaqlar belə yazaq. Deməli limit x yaxınlaşanda 0-a 9x vurulsun kosinus 6x bölünsün sinus 6x şəklində. Düzdürmü? Bu şəkildə yaza bilərik. İndi baxın, fikir verin uşaqlar. X həqiqətən də 0-a yaxınlaşma şərti daxilində burada qeyri-müəyyənlik halı yaranır. Və biz bunu qeyri-müəyyən, yəni 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik halıdır. Və biz bunu necə həll edərik uşaqlar? Burada təbii ki, nə olacaq? Bunu belə yazsaq, bunu gəlin belə yazaq uşaqlar. Deməli, limit x yaxınlaşanda 0-a 9x bölünsün sinus 6x vurulsun limit x yaxınlaşanda 0-a kosinus 6x. Bu şəkildə yaza bilərik, düzdürmü? Belə yaza bilirik də bunu. Daha sonra birinci görkəmli limiti əsasən bu bizə nəyi verir? Bu ifadə bizə nəyi verəcək? 3 bölünsün 2-ni. Düzdürmü?
3 bölünsün 2'ni verir də. 3 bölünsün 2. Bunu uşaqlar gəlin belə eləyək. Kotangensi ilə tangensindən yazsaydım, elə daha yaxşı anlar. İndi birdən bura baxın uşaqlar. Görün nə demək istəyirəm. Yəni bu yuxarıda qeyd etdiyimiz xassə doğrudur, amma qeyri-müəyyənlik olanda bəzən həmin xassədən biz istifadə, yəni baxın nə demək istəyirəm burada? Limit x yaxınlaşanda 0-a, bunu 9x bölünsün tangens 6x kimi yaza bilərəm. Hə, indi birinci görkəmli limiti əsasən bu 9 bölünsün 6-ya bərabər olur da, yəni 3 bölünsün 2-yə. Yəni bu qədər sadə. 67-də doğru cavab B variantıdır. Daha sonra baxaq 69-da da bu sürətin qoşmasına vuracaqsınız. 70-də də həmçinin 71-ci suala baxaq. Görə 71-də nə etmək lazımdır? Deməli limit x yaxınlaşanda pi bölünsün 2-yə deyir ki kosinus x bölünsün kosinus x bölünsün 2 çıxılsın sinus x bölünsün 2. Bu ifadənin limitini hesablamalıyıq. Uşaqlar burada x-in yenə pi bölünsün 2 qoyanda məxrəc 0 eləyir, sürət də 0 eləyir. 0 bölünsün 0 şəklində yenə qeyri-müəyyənlik halı yaranır. Bunun sürətini və məxrəcini gəlin uşaqlar məxrəcin qoşmasına vuraq. Yəni limit x yaxınlaşanda pi bölünsün 2-yə, bunun piruzuna kosinus x vurulsun kosinus x bölünsün 2, üzərinə gəlinsin sinus x bölünsün 2 olur. Məxrəcdə də kvadratlar fərqinə görə kosinus kvadrat x bölünsün 2 çıxılsın sinus kvadrat x bölünsün 2 olur. İndi yazacağım buradan limit x yaxınlaşanda pi bölünsün 2-yə. Sürəti olduğu kimi saxlayacağım. Kosinus x vurulsun kosinus x bölünsün 2 üzərinə gəlinsin sinus x bölünsün 2. Məxrəzdəki kosinus x idi uşaqlar. Kosinus x. Buradan kosinus x-lər x-lər gedir. Hə, indi aparıb yerinə qoya bilərsiniz. Kökdə 2 bölü 2 üzərinə gəl kökdə 2 bölünsün 2. O da kökdə 2-yə bərabər olur. 71-ci sualda doğru cavab kökdə 2 D variantı olacaq. 72 orta məxrəcdir, 73 orta məxrəcdir. 74-də deməli burada nə edərik? Burada uşaqlar, baxın diqqətli olun. Burada yenə 0 bölünsün 0 şəklində qeyri-müəyyənlikdir, düzdürmü? Fikir verin. X-in yenə 0 qoyanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik halı yaranır. Baxın, sual 74. Gəlin yazaq. Limit x yaxınlaşanda 0-a, sürətli yazıb kök altında x plus 4 çıxılsın 2, kök altında deməli bu şəkildə, kök altında x plus 4 çıxılsın 2, bölünsün sinus x. Sürətini və məxrəcin qoşmasına vursam, sürətin qoşmasına daha doğrusu, olur limit x yaxınlaşanda 0-a, sürətdə olur x, məxrəcdə də olur sinus x, vurulsun kök altında x plus 4 üzərinə gəlinsin 2. İndi uşaqlar, burada x bölünsün sinus x ifadəsinin limiti bizə 1'i verir. 1 vurulsun limit x yaxınlaşanda 0-a 1 bölünsün kök altında x plus 4 üzərinə gəlinsin 2. Bu da olur 1 vurulsun 1 bölünsün 4. Yəni doğru cavab 1 bölünsün 4 olur. 74-cü sualda doğru cavab D variantıdır. Sonra 75 də oxşar sualdır. 76-ya baxaq. Deməli, nə etmək olar burada? 76. Yenə 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik halı yaranır. Ona görə gəlin bunun sürətini və məxrəcini mən kök altı x plus 1-ə vurum. Olur kök altı x minus 1 vurulsun kök altı x plus 1. Məxrəcdə də x kvadratı çıxılsın 1 vurulsun kök altında x plus 1. Buradan sürətdə olur x minus 1. Məxrəcdə də x minus 1 vurulsun x plus 1. Bir də vurulsun kök altında x plus 1. X minus 1'lər qısar gedir. Qalır limit x yaxınlaşanda 0-a 1 bölünsün x plus 1 vurulsun kök altında x plus 1. Hə, indi x-in yerinə 0 qoya bilərəm. Olur 1 bölünsün 2. Düz yazdıq. Bəli, 1 bölünsün 2. 76-cı sualda doğru cavabımız x-in yerinə 1 yazmalıydım. Uşaqlar, x 1-ə yaxınlaşır. Şərti düz köçürməmişim. X burada 1-ə yaxınlaşır. 1 bölünsün 4 olur. Burada doğru cavab olur 1 bölünsün 2 bölü 2, yəni 1 bölünsün 4. Cavab 1 bölü 4'tür. 76-da B variantı. 77 də oxşar sualdır. Eyni ilə bu qaydayla. 78-də.
78-də də uşaqlar kök altı x plus 1-ə vuracaqsınız. Kök altı x plus 1-ə vuracaqsınız. İndi fikir verin görün nə alınacaq. 78. Kök altı x plus 1-ə vuranda limit x yaxınlaşanda 1-ə, sürəti birbaşa yazacağam x minus 1. Məxrəc də vuruqlara necə ayrılır? X plus 3 vurulsun x minus 1. Bir yanda vurulsun kök altında x plus 1. Buradan x minus 1'ler xısar gedir. Həyində aparıb x-i yenə 1 qoysam 1 bölünsün 4 vur 2. Yəni 1 bölünsün 8. 78'e doğru cevabımız 1 bölünsün 8 D variantıdır. 79'da da yenə 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik halıdır. Mən bunu sürətini və məxrəcini 1 plus kosinus x-ə vursam kök altında olacaq 79'da. Sürəti olur deməli limit x yaxınlaşanda 0-a kök altında 1 minus kosinus kvadrat x, o da kök altında sinus kvadrat x eləyir. Məxrəci də ki modulda x vurulsun kök altında 1 plus kosinus x. Bax belə. İndi uşaqlar bu təbii ki kökdən necə çıxır? Limit x yaxınlaşanda 0-a modulda sinus x bölünsün modulda x vurulsun kök altında 1 plus kosinus x. Birinci görkəmli limitə görə bunun limiti bizə 1 verir. 1 verir. Yazacağım 1 vurulsun limit x yaxınlaşanda 0-a 1 bölünsün kök altında 1 plus kosinus x. X'in yenə 0 qoysaq kosinus 0'da 1 alır. 1 bölünsün daha doğrusu kosinus 0'da 1 alır. Bəli, 1 bölünsün kök altında 2. Yəni kökdə 2 bölünsün 2 olur. Doğru cavab. 79'da doğru cavabımız D variantıdır. 80 də oxşar sualdır. Oxşar suallara baxmayacağım. 81 də oxşardır. 82'ə baxaq. Klasterdə verilənlərin istifadə edərək deyir ki, A plus B plus C cəmini tapın. X 0'a yaxınlaşma şərti daxilində, X 3'ə yaxınlaşma şərti daxilində, bir də X sonsuzluğa yaxınlaşma şərti daxilində biz bunların limitlərini hesablamalıyıq. Gəlin hesablayaq. Gəlin hesablayaq. 82'də. Əvvəlcə 1 yazıram. Yəni x 0'a yaxınlaşma şərti daxilində yazacaq. Limit x yaxınlaşır 0'a. Bu fx funksiyasını köçürək. Kök altında x kvadratı üzərinə gəlinsin 16. Çıxılsın 4 bölünsün x. Sürətini və məxrəcini bu 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik halı yaranır. Və bunun sürəti və məxrəcini sürətin qoşmasına vursam olacaq limit x yaxınlaşanda 0'a. Sürətdə olur x kvadratı, məxrəcdə də olur x vurulsun kök altında x kvadratı üzərinə gəl 16, üzərinə gəlinsin 4. Bu da bərabər olur limit x yaxınlaşanda 0'a, x kvadratın x ixtisar aparandan sonra x bölünsün kök altında x kvadratı üzərinə gəlinsin 16, üzərinə gəlinsin 4. X'in yenə 0 qoyanda bu olur 0. Düzdürmü? Bunun cavabı oldu 0. İndi ikinci halda x 3'ə yaxınlaşma şərti daxilində limit x yaxınlaşır 3'ə. Burada heç bir qeyri-müəyyənlik yaranmadığına görə olduğu kimi yerinə qoyacağım. Kök altında 9 üzərinə gəlinsin 16, çıxılsın 4 bölünsün 3. Bu da nə edir? 5 çıxdır 3'də 1. Gəldik çatdıq 3-cü limit x yaxınlaşır sonsuzluq şərti daxilində. Burada uşaqlar nə etməliyik? Sürətini və məxrəcini x-ə böləcəyik. Kök altı ifadəni isə x kvadratına bölürük. Olur 1 plus 16 bölünsün x kvadratı, çıxılsın 4 bölünsün x, bölünsün x. Düzdürmü? Bu 0'a yaxınlaşır. Bu da olur nə? 1. Bu da 1 eləyir də, düzdürmü? Bu da 1 eləyir, bəli. 1 olur. İndi bizdən bunların cəmini istəyirdi. 1 plus 3'də 1, 1 tam 3'də 1, yəni 3'də 4 olur doğru cavab. 82'də doğru cavabımız D variantı, belə bir maraqlı sual. 83 də oxşar sualdır. 84'də də uşaqlar burada y üstü olacaq 13. İkinci görkəmli limit əsasən. 85'də olacaq y üstü 15. 85'də olacaq D variantı. 86'da olacaq. Deməli gəlin 86'nı yazaq. Gəlin 86'nı yazaq. 86. Deməli uşaqlar limit t yaxınlaşır 0'a 1 plus t üstü 1 böl t bizə yeni verir. Bu ikinci görkəmli limitdir. İndi mən bundan istifadə edib yazacağım təbii ki. Bunu uşaqlar gəlin belə eləyək. Limit
t yaxınlaşanda 0-a 1 plus t üstü 6 böl t vurulsun 1 plus t üstü 2 kimi yazaq. Bax bu şəkildə gəlin yazaq. Bu da bərabər olacaq. İndi biz demişdik ki, hasilin limiti ayrı-ayrı limitlər hasilinə bərabər olur. Limit t yaxınlaşır 0-a 1 plus t üstü 1 böl t üstü 6 vurulsun limit t yaxınlaşır 0-a 1 plus t üstü deməli biz bunu necə yazdıq? 6 böl t üzərinə gəlinsin 2. Düz yazdıq. T'də bəli. 1 plus t üstü bəli 2 olur. Üstü 2. Bu da bərabər olacaq uşaqlar. Bu indi bizə y üstü 6-nı verir. Vurulsun. Bu da 1 üstü 2-ni, yəni 1. Cavab olur y üstü 6. 86-da doğru cavabımız olur C variantı. 87-də oxşar sualdır. 88-də y üstü 14 olacaq. Y üstü 14 olur. Y üstü 14. Daha sonra 89'da burada da y üstü 16 olacaq. 89'da doğru cavab B variantıdır. 90'da olacaq deməli y üstü mənfi 4 C variantı. İkinci görkəm limitdən yazıram bunları hər birini. 91'i gəlin indi sağ tərəfə yazacağım siz üçün. Sual 91. Yazıb ki limit x yaxınlaşanda 0-a 1 çıx 5x üstü deməli 1 bölünsün mənfi 1 bölünsün 5x olsaydı bu bizə yeni verərdi. Düzdürmü? Bu indi limit x yaxınlaşanda 0-a 1 çıxılsın 5x üstü mənfi 1 böl 5x üstü bir dənə də qüvvətdən yazmalıyam ki 5 yazmalıyam. Düzdürmü? İndi bunun limiti yeni verirsə bizə y üstü 5 olur da. Bax buradan gəlib çıxır. 91'də doğru cavabımız olur y üstü mənfi 5 daha doğrusu. Bu y üstü mənfi 5. Mənfi 5 yazmalıyam ki 1 bölünsün x'i verir. Y üstü mənfi 5. 91'də doğru cavab olur D variantı. 92'də bəs nə etmək lazımdır? Gəlin sual 92'ni yazaq. Deməli uşaqlar burada yazaq limit x yaxınlaşanda sonsuzluğa. Mən sürəti belə yazacağam. 2x üstəgəl 1 üstəgəl 2. Bir də bölünsün 2x üstəgəl 1. Üstü x. Düzdürmü? Bu da bərabər olacaq limit x yaxınlaşanda sonsuzluğa 1 plus 2 bölünsün 2x plus 1. Bax bu şəkildə yaza bilərəm. Düzdürmü? Üstü x. Bu da bərabər olacaq limit x yaxınlaşanda sonsuzluğa bu deməli uşaqlar nə olacaq burada? Bunun limitini salınır. Düz yazdıq. 2x plus 1 2 bölünsün 2x plus 1. İndi uşaqlar burada əgər qüvvətdə 1 bölünsün 2x 1 bölü x olsa bu bizə yeni verir də. Bu bizə yeni verir uşaqlar. Bunun cavabı ve bize yeni verir. Y. Bunu belə yazmağa ehtiyac yoxdur. Bunun cavabı bizə yeni verir. Çünki baxın burada 2-ni mötərizə xaricinə çıxaranda 2 vurulsun, 1 bölünsün 2x plus 1 o da bizə yeni verir. 92'də doğru cavabımız olur C variantı. C. Əsas məsələ bunu bu şəkildə göstərməkdir. Daha sonra davam edək. 93 təmsilinin oxşar sualdır. Burada da doğru cavab Y ədədi olacaq. A variantı. 94'də deyir ki bunun limitini hesablayın. Deməli sual 94. Ayrı-ayrı məxrəzləri yazsam limit x yaxınlaşanda sonsuzluğa 1 çıxılsın 9 bölü x üstü deməli mənfi x bölü 9 olsaydı bu bizə yeni verərdi. İndi 2x olması üçün bunu bir dənə də mənfi 18 yazmalıyam ki qoy müsbət 2x versin. Bu da olur y üstü mənfi 18. Deməli 94-cü sualda doğru cavabımız A variantıdır. 95 də oxşar sualdır. 96-da nə edəcəyik? Deməli 96-da uşaqlar x p-yə yaxınlaşırsa bu hansı şəkildə qeyri-müəyyənlik yaranır? 0 bölünsün 0 şəklində qeyri-müəyyənlikdir. Düzdürmü? 0 bölünsün 0 şəklində qeyri-müəyyənlikdir. Yəni yazaq 96. Deməli limit x yaxınlaşanda pi-yə
sinus 7x çıxılsın sinus 5x bölünsün x çıxılsın pi. X pi'ye yaxınlaşma şərti daxilində bu 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik olur. Uşaqlar, buna L'Hopital qaydasını tətbiq eləsəm mən, yəni sürətin məxrəzin törəməsini tapsam, olacaq limit x yaxınlaşanda pi'yə, sinus 7x'in törəməsi təbii ki kosinus 7x'dir, sinus 5x'in törəməsi kosinus 5x'dir. Məxrəzdə də olur 1. İndi olacaq kosinus 7 pi çıxılsın kosinus 5 pi. Düzdürmü? Kosinus 7 pi'dən də 5 pi çıxanda deməli neçə edir? 1 çıx, mənfi 1 çıxılsın 1, mənfi 1-dən də 1 çıxanda mənfi 2. Deməli 96-cı sualda doğru cavabımız mənfi 2 D variantıdır. 97-ci suala baxaq. Burada uşaqlar limit x yaxınlaşanda 2-yə müəyyən bir ədədə bərabər olursa məxrəci vurğulara ayırsam x-2 vurulsun x-2-dir. Deməli sürətin vurğuları içərisində x-2 olmalıdır. Ona görə x-2 vurulsun x-3 şəklində ayrılmalıdır təbii ki. Bərabər olur b-yə. x-2'lər qısa gedir. X-i yenə 2 qoyanda olur mənfi 1 bölünsün 4 bərabərdir b. Onda bizim b-miz bərabər olur mənfi 4'də 1'ə. Düzdürmü? Yine a-nı tapmalıyıq. A da olur 6. A da təbii ki 6 olur. AB hasil edilir. AB hasil edilir. Mənfi 1,5. Və 97'də də doğru cavabımız olur. Mənfi 1,5 E variantı. 98'e baxaq. Deyir ki limitini hesablayın. Uşaqlar burada da yenə tangens x var. Tangens x var. Mən bunu belə yazacağım uşaqlar 98'də. Deməli limit x yaxınlaşanda pi bölünsün 2'yə. X çıxılsın pi bölünsün 2 bölünsün kotangens x şəklində. Düzdürmü? Kotangens x şəklində yazacağım. Bu da bizə nəyi verir? Bu da bizə nəyi verir? Birinci görkəmli limitə görə, bu da bizə verəcək mənfi 1'i. Mənfi 1'i verəcək. 98'də doğru cavabımız olur D variantı. D variantı. 99'a baxaq. Limitini hesablayın. Uşaqlar, bunun limitini hesablamaq üçün deməli sual 99. Neyniyərik? Sürətin qoşmasına vursam olacaq limit x yaxınlaşanda mənfi 2'yə. Sürətdə olur. Deməli x kvadratı çıxılsın x çıxılsın 6 bölünsün məxrəz x plus 2 vurulsun. Deməli x çıxılsın kök altında x plus 6. Bax belə. İndi sürəti vurğulara ayırsam limit x yaxınlaşanda mənfi 2'yə. X plus 2 vurulsun x minus 3 şəklində vurğulara ayrılır. Məxrəzdəki x plus 2 vurulsun x çıxılsın kök altında x plus 6'dır. Buradan x plus 2'lər qısa gedəndən sonra x-i yenə mənfi 2 qoysam, mənfi 5 bölünsün, mənfi 2 çıxılsın 2. Mənfi 5 böl mənfi 4, mənfi 5 böl 4, yəni cavab müsbət 5'də 5 böl 4, yəni 4'də 5 edir. Cavab burada A variantı olacaq. 100-cü suala ayrı bayaq yazdıq. Gəlin baxaq 101-ci suala. Deməli 101'də nə deyir? Deyir ki, limitini hesablayın. Yenə sürətini və məxrəzini vurğulara ayıracağım. Limit x yaxınlaşanda 2'yə. X kubu çıxılsın 8 vurğulara x minus 2 vurulsun x kvadratı üzərinə gəlir 2x üzərinə gəlinsin 4 şəklində. Məxrəzə də x-i mötərizə xaricinə çıxaranda x vurulsun x minus 2. X minus 2'ləri xısara aparandan sonra sürətdə olur 4 üzərinə gəlir 4 üzərinə gəlinsin 4 12 böl 2 cavab olur 6. 102-ci sualda da oxşar sualdır. Limit x yaxınlaşanda 3'ə. Sürətdə olur x minus 3 vurulsun x kvadratı üzərinə gəlinsin 3x üzərinə gəlinsin 9. Məxrəzə də x-i mötərizə xaricinə çıxaranda x vurulsun x minus 3. X minus 3'lər gedəndən sonra, ixtisar gedəndən sonra x yenə 3 qoysam, məxrəzə 3 olur. Sürətdə də 9 üzərinə gəl, 9 üzərinə gəl, 9, 27. 27'ni də 3'ə nisbətli eləyir 9. 103-cü suala baxaq. X yaxınlaşır deyir ki 0'a, x yaxınlaşır 0'a. 103. Deməli limit x yaxınlaşır 0'a. 1 çıxılsın, kosinus 2x'in yerinə yazacağım, kosinus kvadratı x çıxılsın sinus kvadratı x. Üzərinə gəlinsin 2x'in kvadratı bölünsün x'in kvadratı. Bax belə. Bu da bərabər olacaq limit x yaxınlaşanda 0'a. Mən 1 çıxılsın kosinus kvadratı x'in yerinə sinus kvadratı x yerə yazanda olur 2 dənə sinus kvadratı x. Üzərinə gəlinsin 2x kvadratı bölünsün x kvadratı. Düzdürmü?
Bunu ayrı-ayrı məxrəzlərdə yazanda, olur 2 üzərinə gəlinsin 2. Yəni 4. 2 üzərinə gəlir 2 hardan gəlir? 2x kvadratın x kvadratının nisbəti 2 eləyir. Onun limiti ilə 2 eləyir. Birinci görkəmli limiti əsasən 2 olur. 2 üzərinə gəlinsin 2, doğru cavab olur 4. 103-də doğru cavab 4. 105-ci suala baxaq indi. Limit x yaxınlaşanda 0-a 1 çıxılsın. Kosinus 2x-in yerinə kosinus kvadratı x çıxılsın, sinus kvadratı x yazanda olur. Kosinus kvadratı üzərinə gəl, sinus kvadratı x bölünsün x kvadratı. Sürətdə olur 2 sinus kvadratı x bölünsün x kvadratı. Bu da birinci görkəmli limitə görə bizə 2-ni verir. 105-ci sualda da doğru cavabımız olur 2. İndi isə davam edək 106-cı çalışma ilə. Deməli, 106-cı çalışmada yazılıb ki, limit x yaxınlaşanda 2-yə x kvadratı çıxılsın, x çıxılsın 2 bölünsün x kvadratı üzərinə gəlinsin, x çıxılsın 6-nın limitini hesablamalıyıq. Gəlin sağ tərəfdən yazaq. Deməli, limit x yaxınlaşanda 2-yə. Gəlin kəsin sürətini də məxrəcini də vuruqlara ayıraq. Təbii ki, kəsin sürəti vuruqlara x çıxılsın 2 vurulsun x plus 1 şəklində ayrılacaq. Kəsin məxrəci isə vuruqlara x plus 3 vurulsun x minus 2 şəklində vuruqlara ayrılır. Buradan kəsin sürətindən və məxrəcindən x minus 2-ləri qısar aparandan sonra x-in 2 qiymətini sürətdə və məxrəcdə yerinə qoysaq 3 bölünsün 5. Yəni 5-də 3 onlu kəsir şəklində isə 0,6 olur. Doğru cavab. Növbəti 107-ci çalışmada oxşar sualdır. Sürət və məxrəci vuruqlara ayırıb hesablayacaqsınız. Baxaq 108-ci çalışmaya. Deməli yazılıb ki, limit x yaxınlaşanda 0-a, sürətdə x məxrəcdə isə kök altında x plus 16 çıxılsın 4-dür. Uşaqlar, burada x-in yerinə 0 qoyanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik halı yaranır. Ona görə də gəlin əvvəlcə bu kəsin sürətini və məxrəcinin qoşmasına, yəni kök altında x plus 16 plus 4-ə vuraq. Sürəti olacaq x vurulsun kök altında x plus 16 plus 4, məxrəci isə kvadratlar fərqinin açılışı olacaq, yəni x plus 16 çıxılsın 16x olacaq. Buradan sürətdən və məxrəcdən x-ləri qısar aparandan sonra ifadəmiz limit x yaxınlaşanda 0-a kök altında x plus 16 çıxılsın 4 ifadəsi qalır. X-in yerinə 0-ı nəzərə alsaq, kök altında 16 çıxılsın 4, yəni doğru cavabımız olur 0. Növbəti 109-cu sualda oxşar sualdır. Baxaq 110-cu çalışmaya. Deməli, 110-cu çalışmada nə yazılıb? Deməli, sual 110. Limit x yaxınlaşanda pi bölünsün 4-ə, limit x yaxınlaşanda pi bölünsün 4-ə, kosinus 2x bölünsün 1 çıxılsın kök altında 2 sinus x. Buradan uşaqlar, mən yenə bu kəsirdə x-in yerinə pi bölünsün 4 yazanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik halı yaranır. Ona görə gəlin əvvəlcə bu kəsin sürətini və məxrəcin qoşmasına vuraq. Yəni olacaq limit x yaxınlaşanda pi bölünsün 4-ə, sürətdə olur kosinus 2x vurulsun 1 plus kök altında 2 sinus x. Məxrəcdə isə olacaq 1 çıxılsın 2 sinus kvadrat x. 1 çıxılsın 2 sinus kvadrat x olacaq. Daha sonra buradan yazsaq limit x yaxınlaşanda pi bölünsün 4-ə, limit x yaxınlaşanda pi bölünsün 4-ə, kosinus 2x-in yerinə mən olduğu kimi saxlayaq. Kosinus 2x vurulsun 1 plus kök altında 2 sinus x. Məxrəcdə nə olur? 1 çıxılsın 2 sinus kvadrat x. Biz onu 1 çıxılsın sinus kvadrat x çıxılsın sinus kvadrat x kimi yazanda olur kosinus kvadrat x çıxılsın sinus kvadrat x olacaq. Buradan daha sonra kosinus kvadrat x çıxılsın sinus kvadrat x bizə kosinus 2x verir. Sürətdən və məxrəcdən biz bunları qısar aparandan sonra bu ifadədə 1 plus kökdə 2 sinus x ifadəsində x-in yerinə pi bölünsün 4 yaza bilərik. Olacaq 1 plus kökdə 2 vurulsun sinus pi bölünsün 4-də kökdə 2 bölünsün 2 alır. Bu da bərabər olur 1 üzərinə gəlinsin 2, 1-in üzərinə 2 gələndə 3. Deməli 110-cu sualda doğru cavabımız 3 olur. 111 də oxşar sualdır. Gəlin baxaq 112-ci suala. Deməli 112-ci sualda yazılıb ki, limit x yaxınlaşanda 0-a sinus x kvadratı bölünsün x.
Gəlin uşaqlar bunu belə eləyək. Bunun sürətini və məxrəcini x-ə vurub bölək. Bunun sürətini və məxrəcini x-ə vurub bölək. Olacaq x vurulsun sinus x kvadratı bölünsün x kvadratı. Daha sonra hasilin limiti kimi yazsaq olacaq limit x yaxınlaşanda sıfıra x vurulsun limit x yaxınlaşanda sıfıra sinus x kvadratı bölünsün x kvadratı. Birinci görkəmli limitə görə bu ifadənin limiti bizə 1-i verir. X yaxınlaşma 0 şərti daxilində x-in isə limiti 0-ı verir. 0 vurulsun 1, doğru cavab olur 0. 112-də də cavabımız 0 olacaq. Davam edək. Növbəti 113-cü sual oxşar sualdır. Baxaq 114-cü suala. 114-cü sualda yazılıb ki, deməli buradan yazaq. Sual 114. Limit x yaxınlaşanda 1-ə, limit x yaxınlaşanda 1-ə x minus 1 vurulsun 3-cü dərəcədən kök altında x minus 1. Bax bu şəkildə. Deməli uşaqlar gəlin belə eləyək. Mən kəsin sürətində limit x yaxınlaşanda 1-ə x-i yazacağam 3-cü dərəcədən kök altında x-in kubu çıxılsın 1-in kubu şəklində. Bölünsün məxrəcdə də 3-cü dərəcədən kök altında x çıxılsın 1-dir. Bərabər olacaq. Limit x yaxınlaşanda 1-ə sürəti kublar fərqinə görə açsam 3-cü dərəcədən kök altında x minus 1 vurulsun 3-cü dərəcədən x-in kvadratı üzərinə gəlinsin 3-cü dərəcədən kök altında x üzərinə gəlinsin 1 bölünsün 3-cü dərəcədən kök altında x minus 1. Buradan 3-cü dərəcədən kök altı x minus 1-ləri xısar aparandan sonra qalan ifadədə x-in yenə 1 qoya bilərəm. Olacaq 1 plus 1 plus 1 doğru cavab olur 114-də 3. 115-ci sualda oxşar sualdır. 116-117 aid yazmışıq. Məxrəcin qoşmasına vururuq. Baxaq 118-ci suala. Deməli 118-də nə yazıb? Yazıb ki, limit x yaxınlaşanda 5-ə, kök altında məxrəcdə 6 minus x minus 1, sürətdə isə 25 minus x kvadratıdır. Sürəti vurğulara ayırsam 5 minus x vurulsun 5 plus x şəklində ayrılacaq. Və bu kəsin sürətini və məxrəcini gəlin məxrəcin qoşmasına vuraq. Yəni kök altında 6 minus x plus 1-ə vuraq. Məxrəcdə kvadratlar fərqinin açılışı olacaq yəni 5 çıxılsın x. Daha sonra buradan 5 çıxılsın x-ləri xısar aparandan sonra qalan ifadədə x-in yenə 5 qoya bilərəm. Olacaq 10 vurulsun 2. 10 vurulsun 2 olacaq. Onun da 2-yə hasili doğru cavab eləyir 20. 118-də doğru cavabımız 20-dir. 119-a baxaq. Deməli 119-cu sualda yazılıb ki, limit x yaxınlaşanda 0-a 1 minus kosinus x bölünsün x kvadratı. Uşaqlar gəlin bunu belə eləyək. 1 minus kosinus x bölünsün x kvadratı. Bunun mən sürətini və məxrəcini x-ə bölsəm, bizə nəyi verəcək? 1 minus kosinus x bölünsün x kvadratı. Elə də yazmaq olar və yaxud da uşaqlar bunun sürətini və məxrəcin sürətin qoşmasına vursam, yəni 1 plus kosinus x-ə vursam, sürəti olacaq 1 minus kosinus kvadratı x, məxrəcdə də olur x kvadratı vurulsun 1 plus kosinus x. Düzdürmü? Yəni sürət uşaqlar bizə 1 çıxılsın kosinus kvadratı x bilirik ki, sinus kvadratı x verir. Olacaq limit x yaxınlaşanda 0-a sinus kvadratı x bölünsün x kvadratı vurulsun 1 plus kosinus x. Daha sonra uşaqlar bunu mən gəlin belə yazacağam. Bunu hasilin limiti kimi yazsam olacaq limit x yaxınlaşanda 0-a, sinus x bölünsün x vurulsun sinus x bölünsün x vurulsun 1 bölünsün 1 plus kosinus x. Bax bu şəkildə. Hasilin limiti bilirik ki, limitlər hasilinə bərabər olacaq. Birinci görkəmli limitə görə olacaq 1 vur, x 0-a yaxınlaşanda x-in yenə 0 qana kosinus 0-da 1 alır, 2-də 1. Doğru cavabımız olur. Deməli 119-da 2-də 1, 0,5. Bu da belə. Davam edək növbəti 121-ci çalışma ilə. 121-ci çalışmada limit x yaxınlaşanda 0-a, 1 minus kosinus 4x bölünsün x vurulsun sinus 4x.
limitini hesablamalıyıq. Uşaqlar, burada x sıfıra yaxınlaşma şərti daxilində 0 bölünsün 0 şəklində yenə qeyri-müəyyənlik halı yaranır. Ona görə də gəlin bunu belə eləyək. Bunu mən uşaqlar məxrəcin sürətin qoşmasına vursam, yəni 1 plus kosinus 4x-ə vursam, olacaq sinus kvadratı 8x. Düzdürmü? Gəlin elə yazaq, görə bizə nəyi verir? 1 plus kosinus 4x-ə vursaq, görək elə alınacaq. Bu kəsin sürətini və məxrəcini gəlin uşaqlar 2-yə vurub bölək, olacaq limit x yaxınlaşanda 0-a. 2-yə vurub bölsək, olacaq, deməli nə olacaq? 1 minus 2 vurulsun, sürəti olacaq 1 minus kosinus 4x bölünsün 2, vurulsun 2, məxrəci də olduğu kimi saxlayaq. X vurulsun sinus 4x, düzdürmü? İndi biz bilirik ki, 2-ni limitin qarşısına ata bilərik, sabit vərəlidir. 2 vurulsun, limit x yaxınlaşanda 0-a. Bu 1 minus kosinus 4x bölünsün 2 bizə nəyi verir? Deməli, sinus kvadratı 2x-in açılışı. Çünki baxın, sinus kvadratı x-in açılışı bu şəkildədir. 1 minus kosinus 2x bölünsün 2-dirsə, onda bu sinus kvadratı 2x-dir. Olacaq sinus kvadratı 2x bölünsün x vurulsun sinus 4x. Bu şəkildə yazacağım. Daha sonra hasilin limiti kimi yazsam, olacaq 2 vurulsun limit x yaxınlaşanda 0-a. Bu sinus kvadratı 2x yazacağım. Sinus 2x vurulsun sinus 2x. Bircə dəqiqə. Sinus 2x vurulsun sinus 2x kimi yazacağım. Məxrəci olacaq x vurulsun sinus 4x. Daha sonra bunu limitlər hasili kimi yazsam, 2 vurulsun limit x yaxınlaşanda 0-a. Sinus 2x bölünsün x vurulsun limit x yaxınlaşar 0-a. Sinus 2x bölünsün sinus 4x. Düzdürmü? Birinci görkəmli limitlərə əsasən olacaq 2 vurulsun 2 vurulsun 2-də 1. 2 vurulsun 2 vurulsun 2-də 1 ifadəsi də bizə nəyi verir? 2-ni verir. Deməli 121-ci sualda doğru cavabımız 2 olacaq. Növbəti 122-ci suala baxaq. Deməli 122-ci sualda da yazıb ki, limit x yaxınlaşanda pi bölünsün 2-yə. Kök altında 2 modulda sinus 4x bölünsün kök altında 1 minus kosinus 4x. Bax, belə bir ifadədir. İndi uşaqlar, gəlin bunu belə eləyək. Bunu əvvəlcə kökdən azad eləyək. Yazacağım limit x yaxınlaşanda pi bölünsün 2-yə. X yaxınlaşanda pi bölünsün 2-yə. Kök altında 2 modulda sinus 4x bölünsün 1 minus kosinus 4x. Düzdürmü? Kosinus 4x'in yerinə kosinus kvadratı 2x çıxılsın. Sinus kvadratı 2x yaza bilərəm. Yaza bilərəm. Yəni, kök altında 1 minus kosinus 4x'in yerinə kosinus kvadratı 2x çıxılsın. Sinus kvadratı 2x yazacağım və kökü bağlayacağım. Bu da bərabər olacaq. Limit x yaxınlaşanda pi bölünsün 2-yə. Sürəti olduğu kimi saxlayıram. Kök altında 2 modulda sinus 4x. Məxrəcə isə olur. Məxrəcə nə olur? Deməli, 2 sinus kök altında 2 sinus kvadratı 2x. Bax, belə bir ifadə alınır. Daha sonra davam eləsək, buradan alınacaq limit x yaxınlaşanda pi bölünsün 2-yə. Limit x yaxınlaşanda pi bölünsün 2-yə. Sürəti yenə olduğu kimi saxlayıram. Kök altında 2 modulda sinus 4x. Məxrəcə isə olur kök altında 2 vurulsun modulda sinus 2x. Buradan kök altında 2'lər xısar gedəndən sonra birinci görkəmli limitə görə sinus 4x bölünsün sinus 2x, x yaxınlaşma pi bölünsün 2 şərti daxilində 4 bölünsün 2. Yəni 2-yə bərabər olacaq. Davam edək. 123 oxşar sualdır. Baxaq 124-cü suala. Deməli yazılıb ki, limit x yaxınlaşanda 0-a x kvadratı üzərinə gəlinsin 1 minus kosinus 4x bölünsün x kvadratı. Bunu uşaqlar, mən ayrı-ayrı məxrəclərdə yazanda olur limit x yaxınlaşanda 0-a 1 üzərinə gəlinsin 1 minus kosinus 4x bölünsün x kvadratı. Düzdürmü? İndi buradan uşaqlar, deməli bunu belə yazacağım. Cəmin limitini limitlər cəmi kimi yazsam, olacaq 1 üzərinə gəlinsin limit x yaxınlaşanda 0-a
1 minus kosinus 4x, 1 minus kosinus 4x bölünsün x kvadratı. Düzdürmü? Davam eləyək. Daha sonra uşaqlar buradan alınacaq ki, 1 üzərinə gəlinsin, limit x yaxınlaşanda 0-a 1 minus kosinus 4x. 1 minus kosinus 4x'i yuxarıda yazdıq. Bizə nəyi verdi? 1 çıxılsın, kosinus kvadratı 2x çıxılsın, sinus kvadratı 2x yazanda 2 sinus kvadratı 2x verdi bizə. Bölünsün x kvadratı. Düzdürmü? Bu da bizə verir uşaqlar. 1 üzərinə gəlinsin. Deməli, limit x yaxınlaşanda 0-a, x yaxınlaşanda 0-a 2 vurulsun, 2 vurulsun. Sinus 2x vur, sinus 2x bölünsün x vur x kimi yazanda 2 vur 2. Bu da olur 1 üzərinə gəlinsin 8, 1 üzərinə də 8 gələndə 9 edir. Deməli 124-cü sualda da doğru cavabımız 9-dur. 125 də oxşar sualdır. Baxaq 126-cı sual. 126. Deməli limit en yaxınlaşanda sonsuzluğa, limit en yaxınlaşanda sonsuzluğa 5n minus 1 vurulsun sinus 1 bölünsün n. Bunun limitini hesablamalıyıq. Biz bunun limitini hesablamalıyıq. Bunu uşaqlar biz sadələşdirsək olacaq limit en yaxınlaşanda sonsuzluğa. Deməli nə olacaq burada? Uşaqlar biz burada sinus 1 bölünsün n-ə baxmayacağıq. Çünki bu çox kiçik funksiya. En sonsuzluğa yaxınlaşma şərti daxilində çox kiçik funksiya olduğuna görə buna baxmasaq belə limit en yaxınlaşanda sonsuzluğa 5n minus 1-in limitini hesablamalıyıq. Bunun limitini hesablamalıyıq. Və yaxud da bunu vurub atsaq 5n vurulsun sinus 1 bölünsün n çıxılsın sinus 1 bölünsün n. Belə bir ifadə alırıq. Bunu fərqin limiti kimi yazanda da limit en yaxınlaşanda sonsuzluğa, limit en yaxınlaşanda sonsuzluğa burada olacaq nə? 5n'in limiti 5 eləyir, çıxılsın sinus 1 bölünsün n'in də limiti en sonsuzluğa yaxınlaşma şərti daxilində 0 eləyir. Doğru cavab olur 5. Deməli 126-cı sualda doğru cavabımız olacaq 5. 127 də oxşar sualdır. Baxaq 128-ci suala. Bizə bu funksiyalar üçün bunların fərqinin limitinin x sonsuzluğa yaxınlaşma şərti daxilində 4-ə bərabər olduğu verilib və k plus b cəmini tapmaq lazımdır. Uşaqlar bilirik ki, x sonsuzluğa yaxınlaşma şərti daxilində fərqin limitini mən belə yaza bilərəm. Limit x yaxınlaşanda sonsuzluğa fx çıxılsın limit x yaxınlaşanda sonsuzluğa jx bərabərdir 4-ə. İndi fx funksiyası xətti funksiyadır. X sonsuzluğa yaxınlaşma şərti daxilində onun deməli limiti k-yə bərabər olur. K çıxılsın. Deməli jx funksiyasının limiti isə x sonsuzluğa yaxınlaşma şərti daxilində sürətini və məxrəcini x kvadratına böləndə bircə dəqiqə uşaqlar, gəlin bunu belə yazaq. Deməli limit x yaxınlaşanda sonsuzluğa kx plus b çıxılsın limit x yaxınlaşanda sonsuzluğa x kvadratı üzərinə gəlinsin 2 bölünsün x. Bərabər olmalıdır 4-ə. Düzdürmü? Bərabər olmalıdır 4-ə. İndi buradan uşaqlar kx plus b-nin x sonsuzluğa yaxınlaşma şərti daxilində cəmin limiti kimi yazsaq, bunun b sabit bir ərədir. Limiti k plus b eləyir. K plus b. Çıxılsın. Bunu isə sürətini və məxrəcini x kvadratına böləndə 1 eləyir. 1 bərabər olmalıdır 4-ə. Buradan k plus b cəmini tapsaq 4 plus 1 doğru cavab olur 5. Deməli 128-də doğru cavab 5-dir. 130-cu suala baxaq. Deməli 130-da nə deyir? Deyir ki, fx funksiyası verilib bizə. Bizdən bu funksiyanın x 3-ə yaxınlaşma şərti daxilində limiti ilə x sonsuzluğa yaxınlaşma şərti daxilində limitini tapmaq lazımdır. Əvvəz yəni uşaqlar bunun limit x yaxınlaşanda 3 şərti daxilində limitini hesablayaq. Sürətini və məxrəcini biz nə etməliyik? Sürətin qoşmasına vursaq, sürətdə olur 4x kvadratı üzərinə gəlinsin 64 çıxılsın 100. Məxrəcdə də x minus 3 vurulsun kök altında 4x kvadratı üzərinə gəlinsin 64. Üzərinə gəlinsin 10 olur. Düzdürmü? Bunu davam eləsək bərabər olacaq limit x yaxınlaşanda 3-ə. Sürətə 4x kvadratı çıxılsın 36-dır. 4-ü mötərizə xaricini çıxaranda x kvadratı çıxılsın 9 qalır. Bölünsün
x minus 3 vurulsun kök altında 4x kvadratı üzərinə gəlinsin 64 çıxılsın 100. Düzdürmü? Bərabərdir. Buradan mən limit x yaxınlaşanda 3-ə, sürətdəki x minus 3 ilə məxrəzdəki x minus 3x aparsam 4 vurulsun x plus 3 bölünsün kök altında 4x kvadratı üzərinə gəlinsin 64 çıxılsın neçə olur? Burada uşaqlar plus 10 yazmalıyam. Plus 10. Plus 10. Plus 10 yazıram burada. Plus 10. Düzdürmü? Üzərinə gəlinsin 10. İndi x-in yenə 3 qoysam olacaq 24 bölünsün. Deməli 9, 36, 20. 24 bölünsün 20 olur da düzdürmü? Düz hesabladıq 24 bölünsün. Bu da 1,2. 1,2. İndi x yaxınlaşma sonsuzluq şərti daxilində olacaq nə? X yaxınlaşma sonsuzluq şərti daxilində bunun sürətini və məxrəcini mən x-ə böləcəm. Olur 4 çıxılsın 10 bölünsün -3. Baxın limit x yaxınlaşanda sonsuzluq şərti daxilində fx funksiyasının limiti bərabər olur 4 çıxılsın 10 bölünsün -3. O da olur 2. Bizdən bunların cəmini soruşduğuna görə 1,2-nin üzərinə 2 gələndə 3,2. Doğru cavab 130-da 3,2 olacaq. 131 də oxşar sualdır. 132-ci suala baxaq. 132-ci sualda nə deyir? Deyir ki, limit x yaxınlaşanda 0-a, limit x yaxınlaşanda 0-a sinus 10x çıxılsın sinus 6x bölünsün sinus 2x. Sinus 2x. Bunun limitini hesablayın. Uşaqlar biz sürətə fərqin hasilə çevirmə düsturunu tətbiq eləsək, yazaq buradan bərabərdir. Deməli limit x yaxınlaşanda 0-a sürət sinus alfa minus sinus beta açılışına görə 2 deməli sinus alfa minus beta bölü 2 olur 2x vurulsun kosinus alfa plus beta bölü 2 yəni kosinus 8x bölünsün sinus 2x. Buradan sinus 2x-ləri xısara aparandan sonra x-in yenə 0 qoysaq olacaq 2. Deməli 132-ci sualda doğru cavabımız 2 olur. 133 də oxşar sualdır. 134, 135-ə aid yazmışıq. Gəlin baxaq 137-yə. 137-yə. Deməli yazıb ki 137-ci sual. Yəni oxşar suallara baxmıram uşaqlar. Onları özünüz də yaza bilərsiniz. Onlara aid işləmiş. Sual 137. Deməli yazıb ki limit x yaxınlaşanda sonsuzluğa, 2x vurulsun sinus 3 bölünsün x. Bax bunun biz limitini hesablamalıyıq. Bunun limitini hesablamalıyıq. Görə necə hesab edə bilərik? Uşaqlar mən bunu belə yazacağam. Limit x yaxınlaşanda sonsuzluğa, deməli bunu sinus 3 bölünsün x. Baxın belə yazacağam. Sinus 3 bölünsün x bölünsün 3 bölünsün x vurulsun bircə dəqiqə. Vurulsun 6 kimi. Yaza bilərəm belə. İndi birinci görkəmli limitə görə bu bizə 1-i verir. 1-in də 6-ya hasili olur 6. Cavab 6-dır uşaqlar. 138-ə aid yazmışıq, 139-a baxaq. Deməli 139-da nədir? Uyğunlaşdırma tipi çalışmadır. 139. Birinci variantı gəlin yazaq. Limit en yaxınlaşanda sonsuzluğa. Birbaşa yazıram. Bunun sürətini və məxrəcini x kvadratına bölürəm. Olur n plus n plus 0 bölünsün k plus m plus 0. Bərabər olmalıdır b-yə. Onda buradan alınır ki n plus n-in k plus m-ə nisbəti bərabər olur b-yə. Görək buna uyğun olan variant hansıdır? B-miz olur n plus n b variantı. Düzdürmü? 1-ə uyğun oldu b variantı. Sonra m2 n4 olanda k da 6 olanda deyir ki b4-də 3 olur. Baxaq. 6 bölünsün k plus n 8 bəli. C variantı da buna uyğundur. Bir də b-ci. İkinci üçün uşaqlar limiti hesablayanda yenə sürətini və məxrəcini x yaxınlaşma sonsuzluq şərti daxil. X kvadratına bölürəm olur. N plus k bölünsün k plus m. Bu dəfə bərabər olur b-yə. Görək buna uyğun olan variant hansıdır? Buna da uyğundur. Görək hansı variant uyğundur? B-miz n plus k bölünsün k plus e variantı. Və bir də n2, m2, n4, k6 olanda 4-də 5 olur. Bəli, D variantı da buna uyğundur. 2-də D-yi,
3-ə də uyğun olur A variantı. 3-ü də uşaqlar deməli B bərabər olur. Sürətini və məxrəcini x kvadratına bölsəz, n plus n bölünsün k plus n. 3-ə də uyğun oldu A variantı. Növbəti 140-cı sualda uşaqlar burada təbii ki birinci görkəmli limitə görə A-mız bərabər olur A bölünsün B-yə. 1-ə uyğundur B variantı. Düzdürmü? B variantı 1-ə uyğundur B variantı. Daha sonra bir də A6 B2 olanda A3 olur. Bəli. A6 B2. 1-ə B-dir. Deməli 140-da 1-ə uyğun oldu B və D. 2-də A-mız B bölünsün A olur. A variantı. 2-ə uyğun olur A variantı. 3-də isə A böl A. Yəni A böl A yox. 1 olur. A-mız 1 olur. 3-ə də uyğundur E variantı. Görək başqa uyğun olan variant varmı? 2-yə. 2-yə uşaqlar A 3-də 1 olanda, B də 6 olanda A 18 olur. Bəli, C variantı 2-yə də uyğundur. Deməli 1-ə B-dir, 2-yə AC, 3-ə də E variantı uyğun oldu. 141-ci sonuncu suala da baxaq. Deməli sual 141. Uşaqlar birinci variantda yazıb ki, limit x yaxınlaşanda 0-a, limit x yaxınlaşanda 0-a 1 plus ax üstü 1 böl a olsaydı, 1 böl ax olsaydı, bu bizə e-ni verərdi. Düzdürmü? Mən bunun qüvvətinə 1 bölünsün bx-i almaq üçün, 1 bölünsün bx-i almaq üçün nə etməliyəm? Bunun qüvvətinə nə yazmalıyam? Bunun qüvvətinə deməli 1 bölünsün bx-i ala bilməyim üçün. 1 bölünsün bx-i 1 bölünsün ax-a böləndə a böl b yazmalıyam da, düzdür? A böl b. Onda bu bərabər olur a-ya. Yəni y üstü a böl b bərabərdir a-ya. Görək buna uyğun olan variant varmı? Y üstü a bölünsün b. Yəni e variantı. Bəli, e variantı. Bir də a4 b2 olanda a-mız y üstü 2 olur. 1-ə uyğundur b və y variantları. 1-ə uyğundur b və y variantları. Daha sonra ikinciyə baxsaq. İkincidə də uşaqlar deməli bu şəkildə olanda limit x yaxınlaşanda sonsuzluğa 1 plus a böl x üstü x böl a olsaydı bizə y-ni verərdi. Yəni bunun qüvvəti bx olduğuna görə bunun qüvvətinə bizə nə yazmalıyam? AB-ni yazmalıyam. Düzdürmü? AB yazmalıyam ki, yenə bizə bx-i versin. Bu da olacaq a. Deməli buradan alınır ki, a-mız bərabərdir y üstü ab-yə. C variantı 2-ə də uyğun olur. C variantı və bir də A3-də 1 B9 olanda A-mız Y üstü 3 olur. D variantı. 3-ə də uyğun olur uşaqlar A variantı. 3-ə də A variantı. Belə, bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.